40-cı sualda digər deməli nömrələr niyə düz və yaxud səhv olduğuna baxırıq. D variantı bizə 2, 3, 4, 5 verir. 2 və deməli 2-yə görə biz artıq kənarlaşma ilə cavabı tapdıq. İndi 3, 4, 5 nəyə görə düzdür, bunlara baxırıq. 3-də deyir, rəqəmlə yazıla bilməyən say işlənib. Bəli, bir neçə rəqəmlə yazıla bilmir. Eləcə də onlarla sözü də rəqəmlə yazıla bilmir. Ona görə bu hökm artıq düzdür. İkincidə də yenə bir çox sözü var və onlarca sözü var. Bunların hər ikisi rəqəmlə yazıla bilmir. Deməli, 3 hər ikisinə aid düzgün fikirdir. Hər ikisinə aid düzgün fikir olduğuna görə 3 artıq bizə lazımdır və cavabda var. 4-ə baxırıq. Bir neçə say işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Birinci nümunədə deməli bir neçə və onlarla saydır, amma onlarlanı biz həm də əvəzi kimi başa düşə bilərik. Onlarla həll olunmamış məsələ, kimlərlə həll olunmamış. Deməli, burada biz dəqiq deyə bilmərik ki, onlarla əvəzi kimi işlənib, yoxsa say kimi. Ona görə birinci nümunədə bunu demək mümkün deyil. Amma ikincidə onlarca ancaq saydı və bir çox qəzet, bu da ancaq saydı. Deməli, burada iki sayın işləndiyini dəqiq demək olar. Ona görə bu hökm yalnız birinə aid düzgün fikirdir və düzgün fikir olduğuna görə bizə lazımdır və 4 də artıq görüş cavabımızda var. 5-ə baxırıq. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Deməli, baxacağıq birincidə bir neçə işi yekunlaşdırmaq. Burada işi nəyi yekunlaşdırmaq? İşi cümlənin tamamlığı deyil, çünki yekunlaşdırmaq məslərinin asıl tərəfidir və asıl tərəf olduğuna görə o artıq müstəqil cümlə üzvü deyil. Ona görə onun təyini də müstəqil cümlə üzvü deyil. İkincidə isə qəzetlərdə deməli işıqlandırılmışdı. Neçə qəzetdə? Bir çox qəzetlərdə. Burada qəzetlərdə sözü cümlənin tamamlığıdır və ona görə bir çox da onun təyinidir. Və deməli, bu ancaq birinə aid düzgün fikirdir. 5 və 5 bizə lazımdır və cavabımızda da var. Ona görə düzgün cavabımız olur. D variantı 2, 3, 4, 5.